ildə neçə gün var ki, Kərbəlaya getmək çox müstəhəbdir. Biri də Ərəfə günüdür. Kərbəla ziyarətinin üstün yerlərindən biri Ərəfə günüdür. Sizcə niyə? Həcc vacibdir. Kimin boynunda vacib həcc var, Məkkədə olmalıdır həmin vaxt. Boynunda vacib həcc var. Vacib həcc yoxdursa, Kərbəlaya getmək çox təkid olunan müstəhəblərdən biridir. Niyə görə? Ona görə ki, Ərəfə günündə cəmaət həccin davam eləyəndə İmam Hüseyn Kərbəlaya getdi. Deyirəm, şeytan təkcə günaha dəvət eləmir. O cəmaət pis iş görürdülər, yox həcc eləyirdilər də. Həcc eləyirdilər. Amma İmam Hüseyn Kərbəlaya getdi. Lazım olanı elədi. Həmin o cəmaət təvafları ilə, Ərəfatdakı duaları ilə, Minadakı o beytutələri ilə, ibadətləri ilə cəhənnəmə getdilər. Həcdər onları cəhənnəmə apardı. Şeytan demir ki, gedək şərab içək. Hamıya bunu demir. Bəzən lazım olan işi deyir, görmə, sənə başqa bir ibadət təklif edeyim, gəl bura. Görsən ki, həcclə aparır cəhənnəmə. Ona görə də ən yaxşı əməl o əməldir ki, daha önəmli olsun, daha əhəmiyyətli olsun. Ərəfə günü deyirlər, gedin Kərbəlaya bu dərsi almaq üçün.